وقل رب زدني علما. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وسيدنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu muhterem Müslümanlar. Gördüğünüz kimi bu adam öz zənnincə mənə cavab verib, mənim verdiyim cavaba eyni şəkildə cavab verməyə çalışıb, amma alınmayıb. Çünki orada bir xata yox idi. O ağzını əyib bükərək sanki məndə xəta tapdığını bildirirmiş kimi və ya bildirdim deyə bir video çəkib. Və videoda görürsünüz ki, başqa bir Rafizinin səsidir. Qasim deyilən bir adam Rafizi o edib. Yəni görünür ki, bu adam qardaşlarından yardım istəyib. Biz bu cür halları çox görmüşük. Birinə bir cavab verirsən, oradan biri çıxır, buradan biri çıxır. Heç tanımırsan, heç görməmsən, heç bilmirsən kimdir, hansı universitetdə oxuyub, haranın tələbəsidir, nədir. Çıxırlar meydana, ağıllarına nə gəlir danışırlar. O Qasim deyilən adamın səhifəsinə girdim, mən elə belə bir göz atdım. 200 sənə videosuna baxdım. Yəni orada gördüm ki, fitnə, fəsad, adam əhl-i-sünnə alimlərin sözlərini təhrif edir. Necə gəldi öz nəfsi ilə yozur, zəifi, səhihi qarışdırır, paylaşır. Öz zənnincə bir uləmadır da. Amma halbuki bunlar sayt, proqram uləmasıdır. Həqiqətən şükürlər olsun ki, ayn hərfi ilə bir də kompüter var. Bu ikisi olmasa bu dindarların halı necə olar? Ayn hərfini öyrənirlər, bir də kompüter. Baxırlar orada, nə istəsələr cavabını tapırlar, səhv, düz və salam, hamısı uləmadır. Sayt alimləri, kitabsız uləmalar. Özü deyir adam videodakı, biz filan saytdan baxdıq, filan saytdan götürürük. Nəysə, sözüm onda deyil. Əsas məsələyə gəlirik. Adam orada güya ki, məndə səhv tapıb, deyirsən 5 dənə sözdə 4 dənə səhv etmirsən, 4 dənə sözdə 3 dənə səhv etmirsən, bilmirəm, bu cür bir söz deyir. Ay adam, mən orada kitabın adını düzgün şəkildə deyirəm. Mənim kitabımın adını sən öyrədə bilmərsən. Mən sənə sənin kitablarının üstündəkilərdən də, içindəkilərdən də dərs keçərəm. Görünür ki, sənin halın nə haldadır və səndən böyük bu Hüccətülislam, Şeyxülislam dediklərinin vəziyyəti nə haldadır görünür. Yəni onlar etməməli olduqları məsələlərdə xata edirlər. İndi görəcəksiniz qardaşlar. Orada mən bildirirəm ki, kitabın adı Əd-Durarus Saniyyə fil Əcvibətin Nəcdiyyədir. Əd-Durarus Saniyyə fil Əcvibətin Nəcdiyyə. Bunu hamı eşidir necə deyirəm. Adam orada deyir ki, ayn olmayan yerə ayn qoyub, saniyyə deyir, saniyyə demir. Qardaş, yəni dürüst olun, səmimi olun. Səhvsiniz, xata etmişsiniz, deyin, bəli, xatadır. Burada bir problem yoxdur. Problem, bax, indiki məsələdədir ki, yalan yerə məndə xəta tapmağa çalışmışsınız. Hər kəs o videonu eşidən hamı bilir ki, mən orada kitabın adını Əd-Durarus Saniyyə yox, Saniyyə deyirəm, Saniyyə. Amma sizin videonuzu mənə çox adam atdı, yəni. Mənə bir çox qardaşlar atdı ki, bu adam belə dərs verir, bu adam belə danışır, Vahabi adı altında əhl-i-sünnəni vurur, amma özünə baxın, neçə yerdə kitabın adını deyənmir, filan şey deyənmir. Mən də dedim, buna bir kiçik bir nəsihət edim ki, yəni kitabın içindəkilərdən danışırsan, ilk öncə üstündəkiləri bil, adını bil. Əd-Durarus Saniyyə fil Əcvibətin Nəcdiyyə. Kitabın adı budur. Yəni bunu belə oxuyursan, Allah bilir, Qur'anı necə oxuyursan, mən bir daha deyirəm. Yəni mənim hədəfim bu deyil ki, sənin videolarımı hamısını izləyim, səndə xəta tapım, səhv tapım, bunları bəyan edim. Mən sənə bildirirəm ki, kitabın içərisindən danışırsan, onu da necə gəldi oxuyursan və sanki əhl-i-sünnəyə bir hədəf almış kimi, əhl-i-sünnəni vururmuş kimi, sələfi güya vurulmuş kimi, güya şübhə atılmış kimi davranırsan, bu cür sözlər istifadə edirsən, ifadə edirsən daha doğrusu. Amma kitabın adını düzgün deyə bilmirsən. Bir dəqiqəlik videoda mən bunu bəyan etdim. Adam 6-7 dəqiqəlik video çəkib, orada da güya düzəldir yenə, laf özlərini biabır etdilər, laf batırdılar. Cəmaət də baxır ki, bunlar artıq nə hala düşür ki, bir-birindən yardım istəyir, bir-birinə yardım edir. Biri oradan çıxır, biri buradan çıxır, biri TikTokda çıxır. Bilmirsən ki, kimdir, nədir, nəçidir. Nə üzrə oxuyub, nə bilir. İndi baxın, burada bu adam, bu Hüccətülislam dedikləri mülhid necə oxuyur? Diqqət edin. Əla ədulluka alə əməlin. Oxuyuram bu hissəni. Əla ədulluka alə əməlin. Oxuyuram. Əla ədulluka alə əməlin
İza amiltehu kunte min əhlil cənnə. Oxumağa bax da. Biabırçılıq. Əla ədulluqa əla əməlin. Əla ədulluqa əla əməlin. Belə bir söz var ərəb dilində. Bu formada deyiliş var, tələffüz var, oxunuş var. Lisanul Ərəbdə, Lisanul Ərəbiyyədə. Yox. Bu nədir bəs? Da bu kitabın adı deyil, bu içidir. Sizə mən dedim axı, kitabın adını o formada oxuyan gör içindəkiləri nə halda oxuyacaq. Əla ədulluqa əla əməlin. Bunların namaz qılanda imamlıq etdikləri videolar var. Orada diqqət edin, Rafizi alimlərinin imam dayandıqları, orada Quranı da düzgün oxuyanmırlar. Adi bir surədə 10 dənə, 15 dənə xəta tapırsan. Sonra diqqət edin nə deyir? İbn Basdan sual edirlər. Yəqulu sual. Sual edən soruşur ki, Fəzilət-i Şeyx, yəni İbn Baz. İbn Baz kimdir? İbn Baz indiki müfti ki var, Əbdüləziz, ondan qabaqki müftidir. Olur, kör idi ya. İndiki də kördür, amma o... Kör idi ya. İndiki də kördür, amma o... Yəqulu sail. Sözə bax, yəqulu sail. Ərəblərə bu cür söz desən, adama nə gəldi deyərlər, heç ərəb dildə deyil bu. Bunlar hardan kəşf ediblər, nə kəşf ediblər, Allahu ələm. Yəqulu sail. Özdə deyir, şeyxə sual verir. Şeyxə biz də sual vermişik də, biz də şeyx görmüşük, sual vermişik. Şeyxə necə sual verilir? Yəs'alu şeyxə. O şeyxə sual verir. Bisaydin yenə yəqulu sualə, yenə dət yarı. Ya, bu nədir yəni? Və yəs'alu sualən. Yəqulu sail. Yəni bu çoxdur ha. Bu çoxdur. Mən dediyim kimi biz bunu araşdırmırıq. Bunu tapsaq bir xərli video var bu halda. Yəni bunu bildirirəm ki, bu formada oxuduğunuz kitabdan nəysə axtarıb bizi vurmağa çalışmayın. Alınmayacaq. Boşuna gələcək. Batilsiniz çünki. Və Allah sizi zəlalətdə tərk edib. Allah sizi zəlalətdə tərk edib. Açıq aydın görünür bu. Ey Qasim adlı adam, elə sən də çıxırsan orada nə gəldi danışırsan. İbn Teymiyyə belə deyir, filan kəs belə deyir, bu belə deyir. Gətirirsən orada hədis, gətirirsən orada kitab, gətirirsən orada və ya bu birisi və ya o birisi fərq eləmir və ya sən batil şeylər, zəif şeylər, daiflə səhiyi qarışdırırsan, münkəri ona qatırsan, mərfunu buna qatırsan. Yəni sizdə bu terminlər olmadığı üçün ola bilər, bunu qınamıram. Amma lazım deyil, nə məcburdur axı, edə bilmədiyin işi etməyə çalışmağa nə məcburdur? Məcbur deyil də bu. Hər yerindən duran şeyx olub. Alim görməyən, alim dizinin dibində oturub, oxumayan, bir şey öyrənməyən də şeyxəm deyir, o da şeyxəm deyir. Gör nə hallara qaldıq, nə hallara düşmüşük, Allahu Akbar. Durum budur yəni. Rafizi mülhidlərin düşdükləri durum budur. Açıq, aydın görünür. Və adam burada deyir ki, kör alimdir deyir. Bundan əvvəlki də kör idi, bu da kördür. Bax da, bir qrupun, bir cəmaatın, daha doğrusu böyük bir cəmaatın dəyər verdiyi, hörmət bəslədiyi, fəzilətli şeyx dediyi adamlara, əhl-i sünnənin bir qism alimlərinə müasirdən adam deyir ki, kör, budur sizin əqidəniz və ya əqidənizin sizə öyrətdiyi budur. Yoxsa ey Qasim adlı adam, sənin danışdığındırmı sənə əhl-i beytin öyrətdiyi? Sən kimə cavab versən, quduran itlər deyirsən və videoda da yazmışsan ki, quduran it. Budur sizə əhl-i beytin öyrətdiyi? Yox, əhl-i beyt bunlardan uzaqdır. Əhl-i beyt bu sözlərdən uzaqdır. Əhl-i beyt bu cür bir etiqaddan, əqidədən tamamilə uzaqdır. Nəuzu billah. Belə bir şey ola bilməz. Bunu siz çıxartmışsınız və sizin qurucunuz olan, sizin əqidənizi quran İbn Səbə adlı o lənəhumullah çıxartıb. Və bu cür sözlərdən istifadə edirsiniz, əhl-i sünnə ilə istehza edirsiniz. Səmimi olun, dürüst olun. Danışanda adamın özü ilə, özü haqqında danışın. Alimlərinə söz atmaq, onlarla istehza etmək, onları quduran it adlandırmaq. Bu nə əxlaqdan deyil, nə ədəbdən deyil, nə səmimiyyətdən deyil, nə də düzgün etiqaddan deyil. Bu nə varsa bu cür sözlər hamısı rüsvayçılıqdan, zəlillikdən, zəlalətdən dolayı ortaya çıxır. Yəni mən neçə illərdir bildirmişəm, indi də bildirirəm ki, əgər elmi müstəvidə kitablar necə gəldi oxuyaraq yox. Mən demirəm mütləq ərəbcə, öz dilimizdə də olar. Münazara etməyə hazıram. Deyirsinizsə ki, üz görünməsin, tamam, mən razıyam.
Zaten mən də kamera açıq şəkildə yəni video çəkmirəm, dəvət etmirəm. Yəni edənlərə pis baxmıram, bu o demək deyil, estağfurullah. Lakin mən etmirəm. Ona razıyam. Münazara etməyə razıyam. Bu formada da razıyam. Amma və lakin münazaranın sonunda necə var o cür paylaşılacaq. İnsanlar sizin də dediyinizi, danışdığınızı, bizim də danışdığımızı görəcək. Və içərimizdən bir mədrəsənin ən azından və ya universitetin daha yaxşı olar, bir tələbəsi olsun danışan. Danışdığı biləsən qarşındakı kimdə kimlə danışırsan. Yəni oradan, buradan təzə çıxan bir adamlar yox. Və üçüncüsü, mövzunu qoyuram. Əgər gücümüz satırsa bu məsələdə danışaq. Yuharrifunəl Qur'an. Mən bilirəm ki, hal-hazırda bu sözü eşidən Rafizi davam etmək istəməz. Çünki onların ən qəralı yeridir ki, alimlərinin 90%-i Qur'anın tərifinə etiqad edib, əgər onlar mənə cavab versələr və video davam etsə, mən o haqda danışacağam və nə deyiblər alimləri hamısı səhih şəkildə, dedikləri formada, səhifəsinin şəklinə kimi, kitabının şəklinə kimi, kitabın üz qabığının şəklinə kimi, düzgün adına dək, səhifə, cild, nömrə olmaqla hamısını bir-bir ekrana qoyub, silsiləvi şəkildə cavablar, rəddiyələr verəcəyəm. Gücünüz çatırsa bu haqda edək, danışaq. Yoxsa oradan çıxıb hansısa bir alimə söz atmaq, hansısa bir zəif sözü götürüb, sizdə bu var, götürün belə demək, zəif hədislərlə söhbət etmək, onları insanlara bildirmək, bu nə səmimiyyətdən deyil, nə əqidənin möhkəmliyindən deyil, bu batillikdən dolayı yağır ki, heç nə tapmıram, zəiflərdən nə gəldi, uydurun və ya uydurulmuşları bəyan edin. Bu cür şeylər lazım deyil. Orada oturubsuz əhkam kəsirsiniz. Buna ehtiyac yoxdur. Allah sizləri islah etsin, Allah hidayət etsin. Yenə biz xeyirli dua edirik, bəd dua etmirik. Çünki biz bu etiqadı Peyğəmbər sallallahu aleyhi və alə alihi və səlləmdən öyrəndik. Səhabələrdən öyrəndik. Xəlifələrdən, əhl-i beytdən. Oradan o adam deyir, İbn Teymiyyədən öyrəndikləri əxlaq və ya filan alimdən. Mən bildirdim ki, biz kimdən öyrənmişik əxlaqı. Qaldı ki, İbn Teymiyyənin əxlaqına. İbn Teymiyyə rahiməhullah sizə cavablar verib o qədər mükəmməl cildlərlə, amma heç birində sizin istifadə etdiyiniz o rüsvay, batil, istehza, pis sözlərdən ifadə etməyib. O cür sözlərdən istifadə etməyib. Bax, siz busunuz. Sizin iç yüzünüz budur. İnsanlar da görür. Allah islah etsin, Allah hidayət etsin. Allah bizi bu yolda sabit etsin. نستغفرك ونتوب إليك والحمد لله رب العالمين وصلى الله وسلم على نبينا وحبيبنا محمد